altında boş. Ne yapmışızsa buraya gelmişik. Burada 2 satır yazmışık ki bizim burada olan background eksi olsun ve responsive olsun. Yes. Tak, şimdi bakırıq bizim burada neyimiz var? Header'da. Header'da bakırıq ki aslında ümumilikdə götürsək bizim bir, yukarıda bir tane zolağımız var. Hansının ki içerisinde var logo ve var menü. Bir de ki buradaki hisse var. Bunun da içerisinde 2 tane 2 satır yazılır. Tamam? Ona göre ben deyirəm ki benim header'ımın içerisinde 2 tane element olacak. Biri içinde kliklenen logo, 2 kliklenen menü. Yani ki bunu nav diyebilirim. Yukarıdaki zolağım nav olacak. Okay? Onun altında bir tane div olacak bunun için. İçerisinde başlıklardı. Onun için bir tane div yaradıram. ID'sini koyuram. Title. Okay. Şimdi hemen title'ın içerisinde 2 tane başlık olacak. Biri en büyük başlık yani H1. İkincisi balaca başlık. Biri tektirse biri de tektir. Onun için bunu koyuram H5 mesela. Bunun için de yazılır fitness iken burada yazılır, yok, buraya yok. Burada yazılır, yes you can. Ne demeksin? Okay, navın içerisinde ise bizde olur bir tane A, hansı hikayesi olsun logo ve içerisinde olsun bir tane image, logonun image. Ve olacak bir tane menü, onun içinde olacak liler, onun içinde olacak alar. Evet. Ve bunlardan bizden içinde olacak 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Burada yazılacak. About how it works, services for contact. About. Soru işareti var ya orada. Yok. Sorunsuz. Frequently asked questions. Okay, şu. HTML hazır. HTML'de ben başka bir şey elemeyeceğim. Bir daha şekil lazım bize. Bu olacak. Fitness'in logosu. Buraya şekli salmalıyım. Şekli salmak için onu buradan götürmek lazımdı. Yani logonun şeklini. Şimdi logo bizde 3 renkliydi. Bu da onun problemli olduğunu gösterir. Yani fitness. Bir tane şeydi bu yaşıl xət. Başka bir elementti buradaki kırmızı damcı. Başka bir elementti yani bunları seçmek bana rahat değil. Onun əvəzində ne edeceğim? Background'ı göstereceğim. Düzdür mü? Okay. Onun için. Bu da benim background'um. Bunu oyla. Bunun altında bir de çıktı. Oyla. Bunun içinde bir de çıktı. O şey kimi? Çingene tumanlar kimi. Bunun içerisinde bu da çıktı. Bunların hamısı nihayet. Bura geldi çıktı. Şeffaf. Zaten bu bir problem yoktu yani. Esas odur ki can sağlık olsun. Deməli, bunu böyle içinde seçmeye çalışıram ki heç bir yerini itişlemeyeyim ve artık yer götürmeyeyim yani. Çünkü artık yer hiç lazım değil. Bunu bu formada kopyalayıram. Deyirəm copy, merge. Niye? Çünkü 3 farklı layer'dan. Ondan sonra təzə canvas yaradıram. Şeffaf. Bunun içine yapıştırıram ve bunu seviyorum. PNG olarak adını koyuram. Mesela için logo. Yes, buraya geldi düştü. Burada çeklik 100% edilirsin. PNG'di bu. PNG'de zaten keyfiyet söhbəti yok. Yani onda optimizasiya yoktu. Onun için 100% olacak. Bunu tulladım bura. Ve mesela ki buraya yazıram ki bu bizim imicin içindeki logo PNG'miz olacaktır. Sayta baktığımız vakti görürük ki bu geldi burada oturdu. Geçelim. Ve logonu düzelden kimi sırası bir tane şey gelir. Nasıl bir tane şey? Bu kopyalayıram. Bir tane
yaradıram. 64 pikselin 64 piksele bir tane kvadrat. Bunun içerisinde bunu yapıştırıram. Ondan sonra burası büyütmek lazımdı. O balaca oldu. Onsuz çünkü küçük olacak. Buna göre bunu büyütürüm. Büyüyebildiği kadar. Okay. 64 piksel olmuş şeyden. Ha. 64'ün 64'ü ikonun standartıdır. Tamam. Вот. Ondan sonra uzakbaşı böyle bir şey diyebilirim. Bu şart değil. Bu şart değil. Sadece böyle dekoratif olarak. Tınk, 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 tınk. Burasını seçip onun içerisine bu yeşil rengi dolduracağım ve bunu save ediyorum. Save ediyorum bunu. O kimi adını koyuyorum. Fav icon. Gitti. Şimdi bunu harcalıyorduk biz. İndeksin olduğu kolluğun içine. Yani ince yok. İndeksimiz buradadır. Onun yanında durmalı. Fav icon. Tamam. Güzel. Bunu da buralara ilik. En başa mesela için link. Fav icon. Muhteşem. Bunu bağlamak lazımdı. Allah hoşuma versin. Bakırıq bura. Yani, belə görsənməyəcək. Yani hiç de devam etmek lazım. Sadece Ctrl F5 ile refresh etmek lazım. Tamam? Tamam. Yaxşı. Şimdi geldik əsas məsələ. Əsas məsələ gəlməmişdən qabaq bunlar qaradı yaxşı görsənmir. Deyirəm ki, gəlin bunun biz style'larını əvvəlcə yazaq ki, normal görsənsin. Əvvəlcə o şeyləri söndürdüyüm tamamları tezdən yandırım. Bunu. Başqa çox. Ondan sonra isə getdik şeyləri düzəltməyə. Bunların style'larını. Məsəl üçün başlayaq tutalım ki, bizim bu şeylərdən, menüdən. Bunun CSS'i bu. Style. Yazıram ki menünün içindeki aların style'ı belədir. Aydın məsələdir ki, A'nın biti height'ı olmaz. O cəfəngiyyətdir. Font size. Ondan sonra letter spacing. Ondan sonra line height gelir. Çünkü bir satırlık şeyin line height'ı olmaz. Text transform, qabul, color. Böyle içine text align. O da no. Ve böyle bir fontumuz var. Avenir, ne bileyim ne filan fiş mekan zırt var. Aydın meseledir ki böyle bir font yani hiçbir kompütörde yok. Bir. Bugün bu zamanımızda flex çeşitli, yani flex'in işlesi var mı? Yok. Yani CSS dersin olmaz. Tabii ki. Yani CSS dersin yoksa başka bir Herhalde. Resmen geliyor. Bu zaman bekar şu istediğini geçir. Tamam? Evet. Müəllimin size ders keçməsi yox, sizin suallara cevap vermesi lazım. Eğer o size ders keçirsə, mənim keçmədiklərimi keçirsə, bu deməkdir ki, siz ona sual vermişsiniz. Sizin ben verdiğim tapşırıktan hiçbir sualınız yok muydu ki siz onun sualını verdiniz? Ya, o sizin günahınız dersinde. Deməli. Küçük mü? 0.8 olduğunu iddia ediyorsunuz. Olsun. Ben itiraz edemem. bir şey soralım. O mesela font weight mesela 500-600. Onu belirleme olur burada yoksa? Burada olur tabii ki. Olur. Mesela yani 500 falan. 500 verirsin. Ya da bold verirsen. Oldu derim onu 500. Var tabii ki. Font weight onunla da verilir, bununla da verilir. İstediğinle verebilirsin.
Yani normaldırsa 400 olmalıdır aslında. 500 olmalı. Ha, şimdi bu fontu neyəcəyik? Bu fontu gedib Google'a yazırıq və baxırıq ki, o bizə nə çıxardır. O bizə çıxardır. Yəni, varmış da bir font internetdə. Onu götürmək olarmı? Birincisini açırıq, baxırıq. Olarsa olur, olmazsa olmaz. Yəni, belə bir font imiş. Bəli, elədir ki, var. Və burada download var. Download'a basırıq, reklama baxırıq. Reklamı söndürəndən sonra bizə onu download eləməyə başlayır. Tası bir də mənim balaca bir şübhəm yaranır. Bəli. Bu bizə Avenir adı ilə soxuşdurur fontu, hansının ki adı Nunito'dur. Okey mi? Ola bilsin ki bu Nunito buna oxşasın, amma ki oxşamır. Bilirsiniz niyə? Çünki bunun küsü görürsünüz necədir? Yəni bunun C'si, O'su tam yumruğudur və Q'nun quyruğu beləncədir, düz gedir. Burada isə qəti şəkildə o deyil. Onun üçün bunu bəyənmədim. Mənə Nunito lazım deyil. Mən istəyirəm ki, bu kitayski. Eynisini mənə versin. Onun üçün buna basarım. Və bu уже başqa cürdə. Bu уже başqadır. Bu elə mənə lazım olandır. Tamam. Və burada deyir ki, bunu mən sənə download edə bilərsən müxtəlif formatlarda. Bir də download edə bilərik. Hamısını birdən. Burada nəsə, bir də burada var. Bu, bunun pulunu satır. Amma yəni ki, yarım dəqiqə gözləsək, söz verib ki, pulsuz da onu əldə edə biləcək. Onun əvəzində bizə nə var? Reklam göstərəcək. Bayaqki də göstərir, amma bu qədər gözlədir. Amma kitayskisini verir. Baxaq, bu bizə nə verəcək? Və əsas məsələ biz ondan sonra onu mühümləyəcəyik. Download zip. Burada da reklamdır. Və nə sıfırlanır? Amma download başlamadı. Bu soxur. Yox, başladı. Bu geldi. Okey. Bunu açıb baxırıq. Bu Avenir, nə bilim, nə lazım, necə lazım. İndi bunu neyəcəyik? Burada baxın, bir vaqon font var. Yəni, niyə bir vaqondur? Çünki bunların hər birinin, baxın, medium üçün, nə bilim, bold üçün, ondan semi-dem var, nə bilim, bold var, nə bilim, nə format geçmək. Onlar üçün hər birinin ayrı-ayrı fontu var, plus 4 dənə formatda. Bizə 4 dənəsi lazım deyil, biz bir dənəsini saxlayacağıq və bunu harası edəcəyik. Burada mən bir dənə də qovluq yadıram. Adını qoyuram font. Ehtimal var ki, bizdə bir neçə dənə font olacaq. Onun üçün buna yazıram, bunun adı Avenirdir. Ondan sonra bunları zipin içərisindən çıxardıb, bunun içinə tuluyuram. Tuluyuram. Ondan sonra tipinə görə sıralayıram. Məsəl üçün, hər hansı bir formatda olanları saxlamaq olar, yerdə qalanlar mənə lazım deyil. Hansını saxlayaq? Məsələn, WOF-lar var, WOF2 var, nə bilim, nə var. WOF2-ləri sildim, misal üçün, tutalım. Ondan sonra, ümumiyyətlə, WOF-ları da sildim. TTF-ləri saxlayıram. True Type Font. Bunları da sildim. Bir dənə TTF qalsın. Kifayət. Tamam. Hər hansı birini saxlamaq olardı. Yəni, hər bir formatda prinsipçi şey dəstəkləyir. Okey, çox. Bundan qutardıq. Bunlar mənə lazım deyil. Bunları sildim. Getdik. Ondan sonra indi nə edəcəyik? İndi millət, bunlarla işləməkdən ötürü, yəni bizə lazımdır ki, biz bir fontu əlavə eləyək bizim HTML şeylə. Onun üçün yazırıq add font to HTML.
Baxırıq bizim W200 bu barədə nə təklif edir? Deyir ki, bunun üçün font face rule istifadə olunmalıdır CSS-də. Neymiş? Böyle bir şey. Font face rule yaradırıq, ondan sonra artıq bunu istifadə eləmək olar istədiyimiz yerdə. Buna görə fontlar üçün millət, mən şəxsən burada CSS qovluğunda bir dənə də fayl yaradıram, CSS faylı. Və deyirəm ki, bu font.css olsun. Okay? Bunun içərisində yazıram ki, mənə adı Avenir, Next, Rounded, STD olan bir dənə font lazımdır. Evet. Şimdi bu fontu mən neyəcəm? Hardan götürəcəm? Onu götürəcəm müvafiq qovluqdan. Burada deyirəm ki, mən deyim, bax, CSS qovluğundan çıxırıq. Fonta daxil oluruq. Onun üçün də Avenir var. Mənə lazımdır normalı da, yəni ki, medium. Regular. Böyle bir fayl. Buradan götürəcək və ondan sonra baxa bilərik bizim sayta. Götürdü, götürmədi. Gör ki, yox götürmədi. Niyə? Çünki, nə? Çünki biz font CSS-i bizim indeksə əlavə eləməmişik. Onun üçün mən burada style'dan əvvəl mütləq şəkildə style'dan əvvəl mən bunu bura əlavə eləməliyəm. Deyirəm ki, məndə CSS qovluğunda font CSS olmalıdır ki, əvvəlcə mən rulu şey eləyim ki, burada istifadə edə bilim. Tak, indi baxırıq. Belə olmalıdır. Baxırıq. Bəli. İndi normal qaydada bu görsənir. Değil mi? Yes. Tamam. Şimdi eyni şey bunlar üçün eləyirəm. H1, H2, H2, yox, H1, H5. Değil mi? Tak. Bunun style'ları nədir? Baxırıq. Belə içində bir CSS-i var bunun. Yazıram ki, H1'in width and height mənim maraqlandırır. Font size 40 pikseldir. Bunu çevireyim mən. Qırxı sən hər bir hesabla. Line height bizim maraqlandırmır. Text transform uppercase'dir. Color FFF'dir. 40 idi. Font family MyRead Pro 2.5. MyRead Pro MyRead 2.5 diyeyim. MyRead Pro. MyRead Pro var mı bizdə? Bilmirəm. Baxırıq. Bu saytda var mı? Bu saytda burada font source. Baxırıq. Yox, tapamadım. Tak, Google'da axtarıq. Adobe fontudur. Adobe'un özünü açmayın, o heç bir şey heç vaxt sizə pulsuz verməz. MyRead Pro belə bir fontdur. Baxın, download var. Elə-belə, bir də ki, font face kit var hazırı. Tamam. Baxırıq. MyRead Pro ve font zip. Deşenk. Tak. Bizim burada font qovluğumuz var. Tamam. Mən bunun adın şeyində açıram. Məsəl üçün MyRead qovluğunu və bunun içərisinə fontları tullayıram. Bunlar baxın WOV formatındadır. Olsun, fərqi yoxdur. Yəni görürsünüz ki, TTF-i götürür, WOV-u da götürəcək. Tamam. Və eyni qaydada bunun üçün font face yaradırıq. Tamam. Deyir ki, fontumuzun adı olacaq MyRead Pro. Və bunun faylını götürəcəyik. Deməli, MyRead Pro qovluğundan regular fontu götürür. Evet, süper. Son, mesela baxırıq, görür ki, bizim burada mümkün. Çok oturdu font. Tak, qaldı balacası. Bunu da götürək, injüksiyondan sonra əsas məsələyə keçəcək. Bu əsas məsələ deyil, bu elə belə. Bu hansıydı? H1. Tabii ki. Deməli, width and height getsin, 15 pikselini təxminən beləyəm də, yəni ki, bir pikselin söhbətini eləmək. Letter spacing qalsın, line height, lazım deyil bizə.
text transform uppercase color'ı bundandır ve o yeni true. Yeni true. Tamam. Yani o zaman burada ben bir tane şey müşahede ediyorum. H1'den H5'in farkı nedir? Kontrol. Bir tane ölçü, bir tane letter spacing, true. Buna göre ben H5 defa bunu yazayım. Diyelim ki H1'den H5 olacak bölünçüne, tamam. H5'te əlavə olarak sadece bir font size değişir. Farklı bir font size. Bir de letter spacing değişir. Yerde kalanları ikinci defa yazmanın hiç mənası yok. Okay. Veya istiyorsanız böyle yazar. Buna yazarız font family. Tamam. Bunun font size'ını ayrıca yazar. H1'in yazarız. Font size'ı olsun 2.5'yim. Buradan da yazarız font size'dan letter spacing. Tamam. So. Yani 5 defa aynı şey yazmanın bir manası yoktur. Oldu mu? Bu arada məqam gelmişken size bir tane de şey söyleyeyim. Bizde yadımızdadırsa, hala da yadımızdadırsa biz her zaman mobile first işləyik. Düzdür mü? Yani hal-hazırda prinsipçe problem yoktu ama benim size bir tane de məsləhətim var. Tamam? Şəxsi məsləhətim. Yani bu qanun değil, bu ne bileyim qayda değil işte. Eğer ki mobile'da siz her hansı bir fontun 2 EM'den artık olduğunu görürsünüzse, tamam mı? Yani görürsünüz ki bu 2 EM'den artık. O zaman mobile'da onu 2 olarak saklayın. Tamam mı? Onun orijinal font ölçüsünü ise desktop'un içerisine kullanın. Tamam? Niye? Çünkü bu böyle değil. Mobile için həqiqətən də 2'den artıq şeyler çok büyük. İhtiyaç yok. Tamam? Çok. Böyle işler. Yani bu nedir? Bu bizde tutalım ki Samsung Galaxy Ultra'dır ama başka modellerde mesela tutalım da mesela iPhone'larda bu yerleşmeyebilir eğer 2.5'ten küçükdürsə, böyükdürsə falan. Okey, yaxşı. İndi gəlin əsas məqama şeyləyək. Deməli, aydın məsələdir ki, bunları ortadan yazdıra bilərik. Yəni yaza bilərik ki, header'ın mesela üçün text line'i olsun center ve hamısı ortaya gelecek əla. Ama başka bir məqam var. Yani ki buradaki yazılar, bu title'ın yazıları bizde aşağıdadır. Ne kadar aşağıdadır bu dəqiqə müzakirə olunmur ama konkret olarak aşağıdadır. Ne kadarını bilmirəm. Biz onları bu aşağı necə sala bilərik? Misal üçün burada. Burada necə salacaq vəbsə soruşma. Burada necə aşağı sala bilərik? Və nə qədər? Margindən, prosto margindən biz onu versək nə qədər olacaq bu margin? Yəni piksellə hesablayacağıq. O çox belə uyğun bir şey deyil. Xüsusilə də bura baxdığımız vaxt biz onu bura necə salacağıq onu? Tamam ki burada saldıq, okey, amma burada bunun üçün eğer bizde herhangi bir element, herhangi bir başka bir elementte, yani ki header'da, yani böyle benderbadi, hususi bir yerde durursa, o zaman biz deməli CSS'in bir tane de mövzusunu keçmədik. O en qəliz mövzulardan biridir. Tamam? Onun için dikkatle dinleyin. Bir ve iki, yani ben dediklerimin zahmet olması kulağınıza sırtlayın. Bu CSS position property. İndiyenerce biz onu istifade eləməmişik. Düzdür mü? Hiç lazım olmayıb bize. Ve böyle söylediğim sırtlayacağınız cümle. Eğer ki sizin hususi bir durumunuz yoktursa, hiç vaxtı position propertisindən istifadə eləməyin. Hiç vaxtı. Tamam? Yazda qaldı. Positiondan istifadə eləməyin. Elə belə keyfimizə, istəyirəm ki, nəsə belə olsun, positionda yazın. Position istifadə, yəni səhv istifadə elədiyiniz təqdirdə bütün saytımız darmadağın ola bilər. Dağıla bilər.
Okay? Bu belə deyək ki, CSS-i yaxşı bilməyənlərin ən böyük düşmənidir position. Tamam, bizim 4-5 tane position'ımız var. Static, relative, fixed, absolute ve sticky'dir. Tamam? Sticky təzə əlavə olunub, yəni ki, onun üçün o şeydir, o dəvə quşudur, nə bundan, nə bundan. Daha doğrusu həm bundan, həm bundan. Amma əsas olaraq 4 dənəsidir. Static, relative, fixed, absolute. Tamam? İndi, yaxşı, gəl bir-bir onların hamısını. Position, static. Ümumiyyətlə millət, heç vaxt istifadə eləmirsiniz. Heç vaxt, heç. Niyə? Çünki default. Zaten hamısı statik. Tamam mı? Yaxşı. 2. Position relative millət. Tək başına heç vaxt istifadə eləmirsiniz. Heç. Heç istifadə eləmirsiniz. Yox, yəni ki, bir vagon şey dağıda bilər. Heç vaxt istifadə eləmirsiniz. Tək başına nə barədə? Okay, yaxşı. Tak, növbəti. Position fixed. Position fixed'in yeri var, amma xüsusi hallarda. Misal üçün, hansı hallardan söhbət gedir. Tutalım ki, bu fix sözünü biz bir dəfə istifadə eləmişdik yanımızdan. Attachment, bəli. Background attachment fix. Neyinirdi orada? Hara fix eləyirdi background'umuzu? Yox, yalan deyirsən. Yalan deyirsən. Yox, yalan deyirsən. Hara fix eləyirdi onu? Ekranın Ekran ne demek? Display'in üstüne. Sol yukarı. Yani onun etrafındaki yemekler hareket Yani ki o onu neyesi fix delirdi? Neye fix delirdi? ekrana. Browser penceresine onu fix delirdi. Tamam mı? Bakın burada ne yazılır? This div element has position fixed. Position'ı biz verdiğimiz vakti fərqi yoxdur hansı position'ı. Burada bir neçə problem yaranır. Bir problem değil, xüsusiyyət. Bu şeydir, feature'dır. Position verdiğimiz vakti bir. Element div olsa da onun eni itir. Bir. İki, o bütün diğer elementlerin üstünde yerleşmeye başlayır. Ve üç, o fixed olunur bizim browser penceremize. Bakın. Position fixed verəndə. Ondan sonra 4 bunun bir də top, right, bottom, left propertiləri yaranır. Hansında ki biz burada pikseldən bəyənə bilim, faizlə bəyənə bilim, neylə müvafiq tərəflərdən məsafəsini göstərə bilərik. Burada yazılır bottom 0, right 0. Yəni ki bu bottom'a yapışır, sağa yapışır və arasında heç məsafə yoxdur. 0, 0'dır çünki. Tamam? Şimdi bakın, browser penceresinin ölçüsünü ben değiştirdiğim zaman bu her zaman browser penceresinin yani sağında ve altında olur. Diğer elementlerin yukarısında. Okay? Yani böyle bir şey size lazımdır. O zaman position fixed'den istifadə edin. Lazım olur. Mesela uzun saytlarda burasına bir de düğme koyulur. Her zaman sağ altta kalır. Yani yukarı çıkmak için. Onu da dinleyiler yukarı dinleyiler çıkıyor. Top. Evet. Diye stop. Elədir ki var. Yaxşı. Növbəti position'a gəldik. Position absolute. Position absolute millət tək başına heç vaxtı istifadə eləmirsiniz. Bilirsiniz niyə? Xeyr. Əlaqəsi yoxdur. Çünki tək başına position absolute, position fixed'in tamamilə eynisini edir. Ama bize yani bu lazımdırsa o zaman position fixed istifadə edilir. Absolute niye istifadə edirsiniz? Onun için bundan da tek başına istifadə eləmir. Bu sual yaranır. Hansı sual? Yok. Ne vaxt biz onları istədiyiz? Ne vaxtı bu xüsusi hal ki bunlar nəhayət istifadə oluna bilər. Bir də ancaq vəziyyət. Əgər ki biz hər hansı bir elementi başka bir elementinin xüsusi yerine yerleştirmek istəyiriksə, o zaman millət ana elementə position relative, bala elementə isə position absolute verilir. Yalnız ve yalnız bu halda. Başka heç vaxt. Qəti. Nə badə. Tamam? Ama bununla biz
bunu positioning eləmək istəyiriksə, baxın, bizim ana elementimiz var, bu, relative. Bala elementimiz var, absolute. Absolute'da ne yazıflar? Top, right. Topu 80 piksel verifler, niye 80 piksel verifler bilmiyorum, 20 olsun. Right'ı da 0 verifler. Onun için buradaki mesafe 0'dır, buradaki mesafe misal için 30 yazın. Mesela için 30'dur. Okay? Necə ki fixdə biz browser pəncərəsindən məsafələr verilirdik, burada eyni məsafələr ana elementdən verilir. Baxın, əgər ki bura relative yazılmasaydı, bayaq nə demişəm? Əgər absolut tək başına istifadə olunursa, onun fixdən heç bir fərqi yoxdur. Yəni buradakı topla right'ı bu browserdan sayacaq. Baxın, browserdan 30 və browserdan 0. Başa düşürsünüz? Onun üçün lazımdır bu. Bunu yazdığımız vaxtı bu onu bunun içərisinə salmış olur. Bəs relativ özü tək başına nə edirdi? Heç bir şey, heç vaxt istifadə olunmur. Dəhşət deyil. Deyirəm istifadə elə mi deyir, deyilirdi. Uşağı o anda sən deyəndə ki, olmaz. Sən soruşurdun ki, o bəs eləsəm nə olacaq? Onu demirdilər, deyirdi. Bəs o vaxt eləmədiyini indi niyə eləyirsən? Unuttum. İndi ağıl oldun. Eləmə deyirəmsin, deməli eləmə. Okey, və salam şu tamam. Yəni bizim ana elementimiz nə olursa olsun, məsəl üçün 400 piksel olmasın, 100% olsun. Məsəl üçün 200 piksel olmasın, tutalım ki 90 DH olsun. Görürsün, ölçülər dəyişir. Amma hiçbir şey değişmir. Yani bu her zaman bunun içerisinde yani sabit kalacak. Tamam mı? Bu böyle işte. Qalır bizim bir tane stickimiz. Sticky dediğim kimi dəvə quşudur. O özünü bəzən relative kimi aparır. Yəni bəzən də sən müəyyən sərhədə çatdığı zaman fixed kimi aparır. Yapışır qalır orada. Okay? Bu nə vaxt lazım olur? Adətən menüdə. Yəni ki menü misal üçün yuxarıda yapışır qalsın diye sabit. Yani evvelce aşağıda olur, scroll edirsən, yukarı çıkır, orada yapışır. Bir de ki reklamlarda arada bazen. Okey, tamam, bunu aydınlaştırdık. Onun için bunu eğer biz aşağı salmak istəyiriksə, müəyyən bir yere yerləşdirmək istəyiriksə, ana elementə, yani header'a yaza bilərik ki, bu position'ı olsun, nə? Relative, bəli, elədik ki var. Bala elementləri isə, yani onun bala elementləri hansılardır? Header'ın. Nav, bir de title. Onları yazırıq ki, bizim navımız ve title'ımız, xüsusilə title. Hangi title? Biz title yoktu burada. Ha. Olsun title, olsun position, absolute. Tamam. Sticker necə istifadə edir? Ha? Necə istifadə edir? Position sticker. Bismillah. Deniz yuxarı gedir, dayanır. Bir de birden Tamam, dur. Ya, göstereceğim. Az sonra. Yəni istifadə edilmişdən onu. Bak, menüyü görürsen. İndi onu məsələn necə edir? Stick ne? Sticker verilmişdən. Dümen düz vermişsin de. W3 School'da gir bak orada onun necə istifadə edilirlər position'da o formada istifadə etmək lazımdır. Yani öz keyfine göre neyi sana necəsə verirsən sonra deyirsən ki işləmir. İşləyəndə işləyir. Düzgün verəndə. Tak. Şimdi buna position absolute veren kimi ne baş verdi? İki tane şey baş verdi. Bu qavaqlar ortadan yazılırdı. Hal-hazırda bunlar yine ortadan yazılır. Ama yani böyle bir buraya yapışır. Bunun sebebi nedir? Bunun sebebi odur ki İbrahim
Sən ikinci dərslik ki, mən qulaq asmırsan. Ola bilsin ki, başdan qulaq asmırsan, prosto 2 dərslik mən buna fikir verirəm. Bilmirəm. Keçən dəfə kompüter də işlənirdim. Bu dəqiqə telefonda işlənirsən. Title'a geldiğimiz vaxtda baxın nə baş verib. Nə dəyişdi? Ölçülər. Hə, ölçülər. Onun qabaqlar eni 100% idi. Biz buna position verən kimi bunun bu enini itirdik. Bu dəqiqə məzmun qədər. Tamam? Ona görə də bunun hələ də ortada olmasını istəyiriksə, o zaman 2 dənə şey var. Ya bunun bitini 100% eləyəcəyik, ya da nəsə başqa bir şey eləyəcəyik. Hələlik bu formada yola verək. Başqa nəsə bir şeyi axırda izah eləyəcəm. Position'dan istifadə olunan bir dəyəncəlimiz daha var, onu axırda keçəcək. Tak, indi bunu bizə aşağı yerləşdirmək lazımdır. Aşağı deyəndə ki, aşağıdan məsafəsi, məsələn, tutalım ki, müəyyən qədər olacaq desək, o şəkildə olacaq. Sadəcə, burada bir dənə məsələ var. Cihazdan cihaza bizdə en dəyişdiyi kimi hündürlük də dəyişir. Okay mi? Onun üçün pis olmaz ki, biz cihazdan asılı olaraq o hündürlüyü biraz mütəhərrik eləyək. O nətər eləyə bilərik? Əgər eni width-lə eləyirdiksə, o zaman hündürlüyü VH-lə eləyə bilərik. Düzdürmü? Misal üçün, tutalım ki, buradakı ümumi hündürlük nə qədərdir? 890 piksel. Düzdürmü? Yes. Onun üçün buraya yazıram. Burada yazıram. Nə? Buraya yazıram. 890. Düzdürmü? Aha. Ondan sonra bunu ölçürəm. Bunun buradan olan məsafəsi nə qədərdir? Məsəl üçün 100, tamam ki 50 piksel. Tamam. Buraya yazıram 150. Okay? İndi 890 piksel bizdə 100 VH-dirsə, 150 piksel neçə VH-dir? Hı? 16,9 deyil. Necə hesabladınız? 150'ni vurdu 100'e ve ondan sonra böldü 890'a. Burada elədi, bəli, 16,8, harada son 7 falan filan. Okey, qəşəng. O zaman deyirik ki, bu absolut olsun ve bunun bottom'dan olan məsafəsi olsun 16,8 VH. Yəni 17 VH. Tamam mı? Beləliklə, burada belədir, burada belədir. Neçə pikseldir məni heç maraqlandırmır. Ekranım nə qədərdirsə o qədər pikseli özü tənzimləyəcək. Amma indi desktop, yəni burası sizi qane eləyir, dizayn edir. Prinsipcə pis deyil. Yəni bəzi şeylər var, məsələn paddinglar, məsələn burada məsafələr var filan. Onları da verə bilərik, problem yoxdur. Mobile üçün də pis olmaz yuxarıdan aralansa, məsələn 40 piksel yuxarıdan. Okey, sağdan soldan da nəsə var. Sağdan soldan mobile'da heç bir əhəmiyyət kəsb eləmir. 50 pikseldə sağdan soldan olsun. Bunu hara qoyuruq? Bunu misal üçün ümumi header adı vermək olar, nav adı vermək olar. Mənim üçün heç fərqi yox. Hara istəyirsiniz, ora verək. Məsəl üçün deyə bilərik ki, navın hələ nav menüdən yuxarı olmalıdır. Navın paddingi olsun, məsələn 40 piksel yuxarıdan aşağıdan, 50 piksel sağdan soldan, məsəl üçün. Beləliklə, beləncə bunu şey elədik, lap bomba görsənməyə başladı. İndi desktopa keçirik. Desktopda isə burada dəyişməlidir, burada dəyişməlidir. Burada nə verməlidir baş? Fitness getməlidir sola. O əslində niyə görə ortadadır? Çünki biz header'a yazmışıq ki, text align center olsun. Düzdürmü? Tamam, qələt eləmişik. Mobile'da. Onun üçün desktopda bunu düzəltməliyik. Deyirik ki, header'ın text align'i başlanğıcdakı kimi necə soldaydısa ondan olmalıdır. O bizdə initial vəziyyətdir. Tamam, yazırıq text align initial. Onda bu gedəcək sol tərəfə, hamısı gedir. Evet, möhtəşəm. Ondan sonra deyirik ki, menü isə getməlidir sağa. Menü.
Menu. A yazarım float right. Okay mi? Bakırım. Getdi sağa. Başka ne lazımdır? Bunlar olmalıydı yan bayan. Aha. Bunu neyle eləyirdik? Aha. Deyir ki menünün içindəkilərin displeyi olsun inline book. Oldu mu? Olmuştur. Əla super. Peşin. Onların arasındaki boşluklar ne olacak? Bir tane onu zadelik, yerleştirek. Bunu diye. Oradan çıktı. Info. Bakalım. Aralarında bir de bu boyda mesafe var. Hardasa 60 piksel. Yani ben onu 30-30 padding formasında verebilirim. Düzdür mü? Deyirəm ki menünün içindeki alara sağdan soldan padding verirəm. Mesela yukarıdan aşağıdan yok, sağdan soldan 30 piksel padding verirəm. Baxıram. Evet. Biraz da aşağı salmaq istəyirik mi? Bilmirəm, baxın indi. Məsəl üçün biz paddingi ölçmüşük bura kimi, düzdürmü? Logonun başlanğıcına kimi. Aha, menüdə burada da var biraz şey. Onun üçün hardasa 20 piksel. Onu yukarıda da deyə bilərəm ki, orada da aralansın. Deyirəm ki, burada menünün paddingi yukarıdan aşağıdan 20 piksel olsun istəyirəm. Ne? Oldu. Burada da aşağı düştü, burada da aşağı aralandı. 5. Süper. Ve salam. Şu tamam. Burası kaldı. Burası kaldı. Aslında tek orası kalmadı. Siz niye? Çünkü bəli, burada bombadır, ama ara şeyleri biz yoxladığımız vaxtı yeni böyle bir zibil çıxır. Yani benzer zibillə biz orada karşılaşmıştık уже. Orada logo heyvan boydaydı, onun küçük bir şeyle, faizle vermiştik. Burada logo o kadar da büyük değil. Burada büyük olan bilsiz nedir? Bunların arasındaki boşluklar. Onun için ben burada minleyeceğim. Ben onları da yine bağlayacağım. Ümumiyen ne kadardı? 1600 piksel. Düzdür mü? Deməli 1600 piksel məndə 100 VW. Ekranın eni bundandır. Buradaki boşluklar ise məndə 30 piksel. Padding var. Eğer 1600 100'dürsə o zaman 30 ne kadardı? Buradan. Baxırıq. 30'u vururuq 100'e, bölürük 1600'e. Alınır 1,8, 1,9 təxminən. Bəli. Onun için burada. Deyirəm ki, burada olsun 1,9 VW. Yani ki ekranın viewport width'i kadar. Niye ben burada faiz yazmamışam? Çünkü faiz ana elementin ölçüsünün faizidir. A'nın ana elementi lid'i. Onda düzgün alınmayacak. Biz bütün ekranı götürmüşüksə o zaman bütün ekranın ölçüsünü nəzərə almalıyıq. Baxırıq. Bu bizi kurtaracak mı? Yoxlayaq. Ama çok muhteşem, süper. Tamam. Yani hiç olunur mu ki burada bu kadar çok sıkıldı? Yok, hiç olunur çünkü 2% kadar onun farkı var. Tamam. Ama yani fakt odur ki bu bizim vəziyyətimizi kurtarır. Yes. Kaldı burası. Burası. Tamam. Burada ne yiyecek? Burada aşağıdan mesafe vermişik. Bura soldan verməliyik mesafemizi. Soldaki mesafe misal için 115 piksel olsun. Tamam. Eyni qaydada biz 115 piksel 1600'ün neçə faizini təşkil edəcək? Evet, baxırıq. 115 vurulsun 100, vurulsun 1600. Aha. 7,2 en yaxşı ehtimal. Gəlirik və menüdə, desktopda yazır ki bizim
Title var idi. Bunun leftinin mən burada neçədir? İki tam yok. Necədir? 7,2 idi də. 1. 785 ilə, da 72. 7,2. Viewport vid. Olsun diyoruz. Bakalım. Burada scroll yarandı. Siz niye? Çünkü yine de biz batırmışıq. Neyini batırmışıq? Title'da, deməli yuxarıda biz nəsə körramışıq. Bit 100% vermişdik. Hərçənd position olan element bitini itirməlidir. İndi nə baş verib? O 100 idi. Biz onu bütövlükdə sürüşdürəndə o qədər çölə çıxmış oldu. Buna görə tüpürdüyümüzü burada yalayırıq təzdən və deyir ki, bunun 100% elədiyimiz biti eləyək deletion. Yəni başda nə qədər edirsə o qədər də qalsın. Yəni zakonla, qanunla nə qədər üstü, scroll getdi. Hamı xoşdur. Tamam? Okey. Ama bir tane de mesela var. Burada yazılar sağa doğru olunub. Onun için burada ben onun əvəzinə deyirəm ki, bunun text align olsun right beləsinə. Ama yani tam da sağa değil, yani ki bununla bunun hardasa 20 piksellik mesafesi var. Onun için deyirəm ki, mənim H5'imin paddingi sağdan olacak neçə? 20 piksel. Yukarıdan nasıl var mı arası? Ölçek mi bunu? Ölçek ne kadardı? 15 piksel de yukarıdan aşağı. Tamam, burada yukarıdan yazılır 15 piksel. Okey. Tamam. Bu da beləsinə getdi. Başka bunların burasında böyle fırt iki tane xət var. Bu sırf güzelliği üçün. Başka heç bir əhəmiyyət yoxdur. Qətiyyən. Tamam. Ama onlar başka renkte olduğuna göre biz onları başka tagin içinde yazmak mecburiyyətindəyik. Onun için burada bir tane span yazacağıq, xırt koyacağıq ve burada da bir tane span koyacağıq, xırt koyacağıq. Bunlara renk necə verəcəyik? Bu bizdə deməli H1'in içindeki spandır. Ve H5'in içindeki span. Bunlara yazmak lazımdır, kalır. Bunun K'ları bundandır. Bunun K'ları bundandır. Baxırıq və feyziyyət olur. Bizim header'ımız hazırdır. Həm desktopda, həm mobile'da, yəni любой ölçüdə, yəni ki bunu istədiyiniz qədər kiçildin, böyüdün, nə bilim, min yersiniz eləyin. Bu hər zaman qəşəng, gözəl, adekvat olacaq. Yəni planşetdə də, telefonda da, desktopda da, mobildə də, yəni hər cüründə. Okey? Tamam. Yaxşı, belə işlər.